Mərhəmətli və rəhmli Allahın adı ilə. Allah Teala'nın fəziləti ilə bu mübarək günlərdə, Zilhiccənin ilk 10 günündə biz sarı xəttin mərkəzində olduğumuz halda, bugün burada, Qəzza zolağının şimalında, xüsusilə də Cəbaliyyədə zərər çəkmiş və ehtiyac sahibi olan ailələrə nağd pul yardımlarının paylanmasını həyata keçirəcəyik. Uca Allahdan diləyirik ki, bizdən və sizdən qəbul etsin. Həmçinin bu dəstəyi verən xeyriyyəçi qardaş və bacılarımızın da xeyirlərini qəbul buyursun. Allah sizdən razı olsun. Allah sizi bərəkətləndirsin. Allah sizləri xeyirlə mükafatlandırsın. Bu mübarək günlərdə Qəzzadakı qardaş və bacılarınızı dualarınızdan da yardımlarınızdan məhrum etməyin. Bu dəstək üçün hər birinizə çox təşəkkür edirik. يا رسول الله لك تبنى ولرؤية وجهك اشتاق